Azərbaycanın milli qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib. Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra onun cənazəsi hərbi memorial məzarlıqda torpağa tapşırılıb. Milli qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva bildirib ki, atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb. O, atasının 2002-ci ildən İsveçdə yaşadığını və işləmədiyini bildirib. Xəstə idi, 2 ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim. Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu qətiyyən doğru deyil. Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam 2 il əvvəl həm insult, həm infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün değildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi. Xatırladaq ki, o dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.